15 yaşacan olan uşaqlar arasında ölümün əsas səbəblərindən biri qanın bədxassəli xəstəlikləridir. Bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda keçirilən mətbuat konfransında baş hematoloq Çingiz Əsədov deyib. Onun sözlərinə görə dövlət proqramları nəticəsində bu xəstəlikdən əziyyət çəkənlərin xərcləri qarşılanır. Talasemiya bizdə proqramı var, hemofiliya proqramı var. Bu proqramlar uşaqların xəstəliyidir, yəni bu ilsi xəstəliklərini qanın tam ödəyir. Yəni heç bir dərmana, qan preparatlarına, heç nəyə xəstənin ailəsi ödəniş etmir və onların ailə durumuna mənfi təsir etmir bu işlər. Bu tam 100%'dir qarantiylə. İndiyə qədər leykozlu xəstələr alırdı yalnız o dərmanları ki, dövlət tərəfindən qarantiya verilən 169 adlı dərmanlar o dövlət tərəfindən buna qarantiya verilir və bu proqrama görə dərmanlar alınandan sonra, tender elan olunacaq dərmanlar alınandan sonra bütün leykozlu xəstələr tam lazım olan sistatik və digər preparatları tam qan komponenti də pulsuz alır və qan komponentləri hamısını pulsuz alır. Baş hematoloq Çingiz Əsədov bildirib ki, qan xəstəliklərinin erkən diaqnostikası üçün əhalini xəstəlikdən öncə müayinə etmək lazımdır. Bir də gördünüz ki, il ərzində 150 min gənc müayinədən keçib, eyni zamanda onların qan analizi tam yerinə yetirilir, icra olunur və çox insanlarda müəyyən dəyişikliklər aşkar olunub və yerlərdə, hematoloji kabinetlərdə bu gənc insanlar, onların heç xəbərləri də oldu ki, onlarda bir belə problem ola bilər, onlar lazım olan həkimlərə yönəldilirlər. Yalnız belə. Konfransın 2016-cı ildə leykozlu xəstələrin sayının 10-15% artığı açıqlanıb. Eyni zamanda talesemiyaya yoluxmuş xəstələrin statistikasından da danışılıb. 2015-ci ilin 7 ayı ərzində 84.600 şəxs icbari tibbi müayinədən keçmişdir. Onlardan 5534-ündə talasemiya daşıyıcılığı aşkarlanmışdır. Bu 5534 şəxsdən 48-də cütlüyün hər ikisində talasemiya daşıyıcılığı aşkarlanmışdır. 2016-cı üzrə isə 2016-cı ildə 143.694 icbari tibbi müayinədən keçib. Onlardan 4649-unda talasemiya daşıyıcılığı və 42 cütlükdə talasemiya daşıyıcılığı aşkarlanmışdır. Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan leykozlu uşaqların valideynləri isə bütün dərmanları öz hesablarına aldıqlarını deyirlər. Bir dəfə olub ki, bizə pulsuz dərman verir. Onunla qalan hamısını özümüz almışıq. Çox xəstələr, təkcə biz deyilik. Burada illərlə yatanlar var, hamısı bundan alınır. Elə o ki, imkansız olur, öz baxımdan müalicəsini saxlayırlar. Çünki eləyə bilmirlər. Başda 2 il yarımdır, bundan alırıq hər şeyi. Ay deyil də, qabaqlar, çox qabaqlar verirdilər. Amma sonra başda bir il yarımdır ki, hamısını özümüz bundan alırıq, hər şeyi. Məsələn üçün, bax, bizim həkim ona dərman yazır, onu imkan yox almağa, 30 neçə manatdır. Sonra nə belə sümük dərmanları yazırlar, 20 neçə manatdır. Sonra bunlar hamısı bağırsaqlara ziyanlı dərmanlardır, ürək ziyanlıdır, taxikardiya verir. Sonra qaraciyərlərdir, mədalı vəzn, hamısına müalicədir. Uziyə aparırsan, rengini çıxardırsan, analizləri verirsən, hamısı pulla. 2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə tədbirlər proqramında 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır. 2017-ci ilin dövlət büdcəsindən hemofiliya və talasemiya irsi qan xəstəliklərinin müalicəsinə 18,5 milyon ayrılıb.